İlçam Dabilev Hava Tədqiqatının Mərkəzliyinin model proqramlarını yenilənmiş məlumatların təllərinə əsasən aprel ayının 4-dən başlayaraq Qafqazın cənubunda və eyni zamanda Qafqazın şimalında hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün ümumi sinoptik şəraitin yaranması gözlənilir. Yağıntı parametrlərinin ümumi analizlərin təllərinə əsasən aprel ayının artıq 4-ü gün ikinci yarısından başlayaraq Qafqazın cənubu Azərbaycan ərazisində bir sıra rayonlarda və şəhərlərdə havada buludluğun artması, yenidən yağışların yağması gözlənir. Aprel ayının 4-ü axşama doğru Abşeronda və Azərbaycanın Böyük Qafqazın şimal-şərq əmazağında və Quba, Qusar, Xasmaz, Çabran, Xızı, Dağlıq Şirvanlı yağıntıların yenidən güclü olması ehtimalı var. Artıq bu prosesin sonraki inkişafı nəticəsində Xəzər dənizi ərazisində orta troposferdə və troposferin aşağı qatlarında atmosfer təzyiqinin yenidən aşağı enməsi gözlənilir. Nəticədə bu prosesin təsirindən növbəti ekstratropik tipli siklon sisteminin aktivləşməsi üçün ümumi bir sinoptik şəraitin yaranması gözlənilir. Nəticədə aprel ayının 4-ü başlayan proses aprel ayının 5-i balısında daha da güclənəcək. Nəticədə aprel ayının 5-i balısında Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Şimali, Şamax, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda arabir leysan yağması, xüsusilə də aprelin 5-i balısında Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xasmaz, Çabran, Xızı, Siyəzəndə və Dağlıq Şirvanda, eyni zamanda Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində yağıntıların aramsız leysan xarakterli, intensiv, güclü və lokal şiddətli olması ehtimalı var. Bu proses nəticəsində dağ çaylarında sulluq artacaq, çayların nəzarətdən çıxması, sel daşqının təşkillanmasında artım ehtimalı var. Bu proses eyni zamanda aprel ayının 5-i balısında Abşeron, Bakı ərazisində də aramsız xarakterli növbəti yağıntıların təsirindən Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində yenidən su basmanın təşkillanması gözlənir. Artıq mart ayının 27-ci və 28-ci prosesdən çox qısa bir müddət keçib, heç 10 gün keçmədən belə növbəti ekstratropik siklon sisteminin Xəzər dənizində formalaşması üçün ümumi bir sinoptik şəraitin yaranması gözlənilir. Bu o deməkdir ki, artıq iqlim dəyişikliyi nəticəsində əvvəlki dövrlərdə çox nadir hallarda müşahidə edilən anormal və kəskin atmosfer hadisələrinin və dağıcı hidroloji hadisələrin artıq tezliyində də bir xeyli artım müşahidə edilir. Biz bu barədə ta Kanal 2024-cü ildə ilk dəfə yanma başlayanda biz bu barədə dəfələrlə bildirmişik ki, iqlim dəyişikliyi nəticəsində hər il bu atmosfer təsirlərinin artması gözlənilir. Bu proses təbii ki, Qafqazın cənubu Azərbaycandan yan keçməyəcək. Bu proseslərin hazırlanan görülməsi üçün xüsusi ilə də artıq bu tip hadisələri qabaqlamaq üçün və bu tip proseslərin təsirlərinin yumşaldılması üçün şəhər təsərrüfatında geniş miqyaslı işlər görülməlidir. Hətta mən deyərdim ki, artıq Bakıda bu işlərin görülməsi çoxlandan gecikib. Bakı kimi böyük bir şəhərdə artıq əhalinin sayı 6 milyona yaxınlaşır və bu o deməkdir ki, yağan yağıntılar nəticəsində yağış suları ilə şəhər təsərrüfatının qarışan, yəni kanalizasiya sularının qarışması artıq bu sistemin yüklənməsinə səbəb olur. Yağış suları üçün ayrıca sistem quraşdırılmalıdır. Çox təəssüf ki, bu sistemin quraşdırılması gecikir. Çünki bundan sonra artıq şəhərə bu sistemin quraşdırılması əgər əvvəllər məsəl üçün 500 milyard dollara baş gələcəkdirsə, bundan sonra bu sistemin quraşdırılması 1 trilyon dollara baş gələcək. Çünki şəhər ərazisində artıq sıx binalar tikilib, evlər sıx-sıx tikilib. Yəni bu yağış suların axıdılması üçün yeni sistemin quraşdırılması bundan sonra artıq əlavə xərclərə səbəb olacaq. Həmin bu tikililərin çözülməsi lazım gələcək, yeni bir sistemin quraşdırılması üçün. Yəni artıq bu sistemin quraşdırılması Bakı üçün gecikib. Mən bunu demək istəyirəm. Yəni açıq aydın bunu deyirəm ki, bundan sonra artıq bu sistemi qabaqlamaq üçün hər hansı bir işlərin görülməsi çoxundan gelişdirilib və əlavə bir xərclərə səbəb olacaq. Və bu yağıntılar da hər il artmağa davam edəcək. Bu siqnalları alırıq. Nəticədə Bakı kimi sahil ərazilərdə yerləşən bir sıra qlobal şəhərlər, New York, London, İstanbul, eyni zamanda Bakı, Tokyo kimi şəhərlərin su altında qalması ehtimalı riski hər il daha da artır. 2026-cı ildə güclü El Niño prosesləri gözlənilir. Güclü El Niño, super El Niño prosesləri nəticəsində Qafqaz regionunda yağıntılarda artım ehtimalı yüksək qiymətləndirilir. Bir sıra qlobal modellər öz siqnalı verir ki, aprel, may və iyun aylarında onsuz da cürsulluq dövründə yağıntılar artırdı. Lakin fərqli olaraq 2026-cı ilin aprel, may və iyun aylarında isə bu yağıntıların daha da artması gözlənir. İyul-avqust aylarında istilik dalğaların çoxillik
göstəricilərdən daha güclü olması ehtimalı, riski var. Lakin Qafqazın cənubunda bir qədər sərin hava şəraiti olan günlərin sayında artım ehtimalı var. Çünki Rusiyanın qərbində qeyri-adi dərəcədə bir soyuma gözlənilir və aprel ayından başlayaraq artıq bu El Niño'nun təsirləri xüsusilə 2026-cı ilin payız mövsümündə biz super El Niño'nun daha ciddi təsirlərini görəcəyik. Yəni artıq iqlim, artıq hava şəraiti, təbiət artıq belə deyək, insanlara qarşı dırnaqarası deyək, müharibəyə başlayıb və bu deməkdir ki, artıq biz dünya insanları olaraq təbiətə zərər vurmağa davam edirik. Təbiət də öz növbəsində artıq insanları bəlkə də özünə təhlükə kimi görür və artıq təbii fəlakətlərlə artıq insanlara qarşı mübarizəyə başlayıb. Ümumi olaraq bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq. Avropanın İlçiyam Dabilev Hava Tərəqqatının Mərkəzinin yaxın günlər üçün gözlənilən bulud sıxlığı haqqında ümumi məlumatların təllərinə əsasən bu modelə baxaraq biz onu görürük ki, xüsusilə də aprel ayının artıq 4-dən başlayaraq Qafqazın cənubu Azərbaycan ərazisində artıq buludluluğun bir xeyli artması gözlənilir. Nəticədə Azərbaycan ərazisində hava şəraitinin yenidən dəyişilməsi üçün ümumi sinoptik şəraitin aprelin 4-dən başlayaraq aprel ayının birinci 10 günün sonlarına qədər olan müddət ərzində davam etməsi gözlənilir. Aprel ayının artıq 4-dən başlayaraq Qafqazın cənubunda orta başarı atmosfer təsirinin yenidən azalması fonunda buludluluğun bir xeyli kəskin artması Azərbaycanın xüsusilə də Böyük Qafqazın şimal-şərq yarımadasında Quba, Qusar, Kasmas, Şabran, Xızı, Dağlıq Şirvanda və Abşeronda, Bakı, Sumqayıt, Abşeron ətraf qəsəbələrdə yenidən yağışların yağması, aprelin 5-6-sında isə bu yağıntıların artıq daha da leysan xarakterli, intensiv və güclü olması ehtimalı var. Və bu modelin təllərinə əsasən bu proses müşahidə olunur ki, artıq yenidən növbəti intensiv xarakterli ekstratropik siklon sisteminin Xəzər dənizində aprelin 4-dən başlayaraq formalaşması gözlənilir. Artıq diqqətlə baxanda biz görürük ki, bu ərazidə, yəni Xəzər hövzəsində, Qafqazın cənubunda, Azərbaycanda növbəti ekstratropik siklon sistemi formalaşacaq və artıq yağıntıların yenidən Böyük Qafqazın şimal-şərqində və Quba, Qusar, Kasmas ərazisində, Bakıda, Abşeronda və ətraf qəsəbələrdə yağıntıların yenidən bir xeyli artması nəticəsində dağ sahələrində sel daşqın artacaq, Bakıda isə bir sıra ərazidə yenidən su basmanın artması gözlənilir. Ümumi olaraq bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq. Çünki bu ekstratropik siklon sistemlərinin parametrləri hər keçən saat daha da güclənir və bu sistemləri yaxından izləmək çox vacib sayılır. Çünki bu sistemlərin gətirdiyi yağıntılar digər sistemlərdən fərqli olaraq daha uzun müddətli, daha təsirli, daha şiddətli olur. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq.